6 kilometr yola 1.90 yazır, 10 kilometr kimdə 2.90 yazır. Bu da ki, həm maşının yanacağına, həm yağına, həm təkərinə, həm boltun 24-25% komissiyasını ödəyəndən sonra sürücüyə heç bir şey qalmır. 11 manat 54 qəpik. Günün birinci yarısı qutarıb, axşamda hələ də orta dəyişmə yox. Gəncədə çalışan taksi sürücüləri məsafəyə görə gediş haqlarının artırılması tələbi ilə bağlı Bolt şirkətindən açıqlama verilib. Şirkət bildirir ki, sürücülərin bir qrupunun qiymət siyasəti ilə bağlı narazılıqları və fəaliyyətlərini müvəqqəti olaraq məhdudlaşdırılmaları barədə məlumatlıyıq. Bolt olaraq sürücülərimizin rəylərini və təkliflərini daim dinləyir. Platformanın bütün tərəflər, həm sürücülər, həm də sərnişinlər üçün balanslı və dayanıqlı şəkildə fəaliyyət göstərilməsi istiqamətində mütəmadi qiymətləndirmələr aparırıq. Qeyd etmək istərdik ki, platformada qiymətlər bir sıra amillər, o cümlədən tələb və təklif nisbəti, bazar şəraiti və xidmətin əlçatanlığı nəzərə alan dinamik mexanizmlər əsasında formalaşır.